Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Mən Gülər Orcova, FES Akademinin riyaziyyat müəllimiyəm. Bugün sizinlə birlikdə növbəti sınavımızın izahına baxırıq. Lakin sınavın izahına başlamazdan öncə xatırlatmaq istəyirəm ki, əgər sizlər də bizim həm ödənişli, həm də ödənişsiz dərslərimizdən faydalanmaq istəyirsinizsə, bax ekranda gördüyünüz 077 598 38 00 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İndi isə başlayaq suallarımızın izahına. Və bunu da deyim ki, uşaqlar, yenə bizim bu suallarımız güvən kitabından üçbucaqlar mövzusuna aid deməli seçilən suallardır. Baxırıq 1-ə. Deyir ki, şəkildə A bucağı 30 çıx x, C bucağı x üstə gəl 50 dərəcə olarsa, ABC bucağını tapın. Bax, bu bucağı bizə verir, bu bucağı bizə verir, amma bunu istəyir, ABC-ni. Gəlin buna bir dənə alfa deyək. Biz bilməliyik ki, üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcəyə bərabərdir. Ona görə bucaq A, yəni 30 çıx x, üstə gəl bucaq B, yəni alfa, üstə gəl bucaq C, yəni x üstə gəl 50 dərəcə, bərabər olmalıdır 180 dərəcəyə. Müsbət x, mənfi x getdi. 50 üstə gəl 30 edir 80 dərəcə, üstə gəl alfa bərabərdir 180 dərəcəyə. Buradan da alfa bucağı bərabərdir 180-dən çıxırsa 80 dərəcəni, düzgün cavab 100 dərəcəyə bərabər olmuş olur. Yəni birinci sualda testimizin düzgün cavabı olur A bəndi. Keçirik ikinci suala. İkinci sualda bizə deyir ki, verilənlərə görə aşağıdakılardan hansı doğrudur? Bax, siz burada üçbucaqda bucaq ilə tərəf arasındakı o əlaqənin münasibəti bilməlisiniz. Bilməlisiniz ki, üçbucaqda böyük bucaq qarşısında böyük tərəf dayanır, kiçik bucaq qarşısında kiçik tərəf dayanır. Bax, bu 10 hansı bucağın qarşısında dayanır? B-nin. Deyirsiniz ki, bucaq B böyükdür. Bax, bu 9 hansı bucağın qarşısında dayanıb? C-nin. Deyirsiniz ki, bu da C-dən böyükdür. Və bu 5 hansı bucağın qarşısında dayanıb? A-nın. Deyirsiniz ki, bu da bucaq A-dan böyükdür. Yəni, bax, böyük 10, 9, sonra 5. Bax, fikir verin. Böyük bucaq qarşısında böyük tərəf dayanıb. Bax, böyük bucaq qarşısında böyük tərəf, böyük bucaq qarşısında böyük tərəf. Və burada bucaqların düzgün münasibətinə əsasən, baxın B variantına. Yazılıb ki, bucaq B, bucaq C-dən böyükdür. Həqiqətən də bucaq B, bucaq C-dən böyükdür. Yenə təkrar edirəm, hansı qaydanı bilməlisiniz? Böyük tərəf qarşısında böyük bucaq dayanır, kiçik tərəf qarşısında isə kiçik bucaq dayanmış olur. İkinci testimizin, ikinci sualımızın cavabı olur B bəndi. Keçək növbəti suala. Üçbucağın tərəflərindən biri 3 cm, digəri 6 cm-dir. Onun perimetri aşağıdakılardan hansına bərabər ola bilməz? Bax, üçbucağın bir tərəfinə 3, birinə 6 deyirik, o birinə də x deyirik. Üçbucaq bərabərsizliyi qaydasına əsasən, uşaqlar, üçbucağın üçüncü tərəfi, yəni bu bilinməyən tərəf, digər iki tərəfin cəmindən kiçik olmalıdır. 3 ilə 6-nı toplayırsınız 9. Amma fərqinin modulundan böyük olmalıdır. 6-dan da 3 çıxırsınız, eləyir 3. Deməli, x 3 ilə 9 aralığında yerləşir. İndi biz bunun perimetrini tapmalıyıq. Üçbucağın perimetrini tapmaq, onun bütün tərəflərini toplamaq deməkdir. Baxın, bir tərəf 3, bir tərəf 6. Toplayanda eləyir 9. İndi 9 ilə əvvəlcə, bax, bu üçüncü tərəfi, yəni naməlum olan tərəfin sağ tərəfini toplamalısınız, eləyir 18. Sonra həmin bu 9 ilə sol tərəfi toplamalısınız, eləyir 12. Deməli, bu üçbucağın perimetri 12 və 18 aralığında deməli, qiymət almalıdır. Amma bu bizə soruşur ki, hansına bərabər ola bilməz? Baxın, 18-dən böyük qiymət ala bilməz bu. Burada da yazıb ki, 19 cm. Deməli, üçbucağın perimetri hansı ədəd ala bilməz? Deyirsiniz ki, 19 cm ola bilməz. Üçüncü sualda testimizin düzgün cavabı olur Y bəndi. Keçək növbəti suala. Baxırıq dördüncü suala. Deyir ki, BD tənbölən olarsa, BC tərəfini tapın. Yenə siz burada tənbölənin xassəsini bilməlisiniz, uşaqlar. Medianların xassəsidir, tənbölənin xassəsidir. Bunları əzbər bilmək lazımdır. Burada yazaq MN. Bilməlisiniz ki, A-nın M-ə nisbəti bərabər olmalıdır B-nin N-ə nisbətinə və ya A-nın B-yə nisbəti bərabər olmalıdır M-in N-ə nisbətinə. Yəni, əgər bu tənböləndirsə, siz bilməlisiniz ki, bu iki nisbətin bərabərliyi doğrudur. İkisindən birindən istifadə edək. Gəlin buna x deyək. Məsələn, birincidən istifadə edirəm. Deyirəm, 6-nın 3-ə nisbəti bərabər olmalıdır x-in 4-ə nisbətinə.
İndi 6-nı 3-ə böləndə 2 eləyir. 2 bərabərdir x bölünsün 4. X də bərabərdir 4-ü 2-yə vursaz olur 8. Deməli, BC tərəfin uzunluğu 8 cm-dir. Düzgün cavab A bəndidir. Biz nəyin sayəsində bunu tapdıq? Üçbucağın tənböləninin xassəsini bilməklə tapmış olduq. Belə, baxırıq 5-ci suala. Görək nə deyir? Bərabəryanlı üçbucağın yan tərəfi 5 cm, perimetri 17 cm varsa onun oturacağını tapın. Əgər söhbət bərabəryanlı üçbucaqdan gedirsə, deməli yan tərəflər bir-birinə bərabərdir. 5, 5. Burada bir x yazaq. Perimetr üçbucağın bütün tərəflərinin cəmidir. 5-in üstünə 5 gəlirsiniz 10, üstünə x-i gəlirsiniz və deyir ki, perimetr 17 cm-ə bərabərdir. Buradan x nəyə bərabərdir? 17-dən çıxırsınız 10-u, düzgün cavab 7 cm alınmış olur. Yəni 5-ci sualda testimizin düzgün cavabı olur A bəndi. A bəndi A variantı. Keçək növbəti suala. Baxırıq 6-cı suala. 6-cı sualda deyir ki, düzbucaqlı üçbucaqda katetlərdən biri o birindən 3 dəfə böyük və hipotenuz 10 cm olarsa, kiçik kateti tapın. Bax, bu bizim olsun düzbucaqlı üçbucağımız. Düzbucaqlı üçbucaqda, burayla buranı birləşdirək. Düzbucaqlı üçbucaqda, deməli, bir katet o birindən 3 dəfə böyükdür. Bax, buna x desəz, bu olacaq 3x. Və hipotenuz da ona bərabərdir. Deyir, kiçik kateti tapın. Yadda saxlayın ki, düzbucaqlı üçbucağı üçün Pifagor teoremi var. Pifagor bizə deyir ki, bu katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabər olmalıdır. Yəni, birinci katetin kvadratı, üstə gəl ikincinin kvadratı bərabər olmalıdır hipotenuzun, yəni onun kvadratına. 3x kvadrat, daha doğrusu 3x-in kvadratı 9x kvadrat, üstə gəl x kvadrat bərabərdir onun kvadratı 100-ə. 9x kvadratla 1x kvadratı toplayanda eləyir 10x kvadrat bərabərdir 100-ə. Buradan x kvadrat bərabərdir 100 bölünsün 10, yəni 10-a. X kvadrat 10-dursa, deməli x-in özü kök altda 10 alınmış olacaq. Bax, bu da elə sizdən kiçik kateti istəyir. Deməli, tapdıq ki, bu düzbucaqlı üçbucağın kiçik kateti kök altda 10-a bərabər olur. 6-cı sualda testimizin düzgün cavabı olur A bəndi. Keçək növbəti suala, yəni 7-ci suala. Deyir ki, şəkildə bucaq B 90 dərəcə, AB bərabərdir 5 cm, AC bərabərdir 5 kök altda 2, həmçinin AD-ni də şəkildə verir ki, 13 olarsa, bizdən CD-ni tapmağımızı istəyir. Baxın, siz burada əvvəlcə, bax, bu böyük düzbucaqlı üçbucağa baxmalısınız. Pifagor teoreminə görə, daha doğrusu Pifagor ədədlərinə görə, hipotenuz 13 katetlərdən biri 5 olarsa, digər katet olacaq neçə? 12. Bunu qeyd elədiniz. İndi baxmalısınız, bu içəridə bax, balaca düzbucaqlı üçbucağı. Yenə Pifagor teoreminə əsasən, əgər, daha doğrusu Pifagor teoreminə əsasən yox, bərabər yanlı düzbucaqlı üçbucağın xassəsinə əsasən, katetlər bir-birinə bərabərdirsə, yəni bax, bura 5-dirsə, burada 5 olarsa, baxın, katetlər bir-birinə bərabərdirsə, onda həmin bərabər yanlı düzbucaqlı üçbucağın hipotenuzu katetin kökdə 2 mislinə bərabər olur. Yəni, əgər burada hipotenuz 5 kökdə 2-dirsə, deməli, mütləq şəkildə katetlər bir-birinə bərabər, yəni 5 cm olmalıdır ki, kökdə 2-yə vuranda 5 kök altda 2 alınmış olsun. İndi BC-nin buradan 5 olduğunu tapdınız. Axı, bütövlükdə bu katet 12 idi. 12-dən də 5 çıxanda deyirsiniz ki, bu CD kateti, yəni X, 7 cm bərabər olmuş olur. 7-ci sualda testimizin düzgün cavabı olur B bəndi. Keçək növbəti suala. Baxırıq 8-ci suala. Deyir, ABC üçbucağında bucaq C 90 dərəcə, AC bərabərdir 6 cm, BC bərabərdir 8 cm olarsa, CD də median olarsa CD-ni tapın deyir. Baxın, yenə Pifagor teoreminə əsasən katetlər 6 və 8 olarsa, o zaman hipotenuz 10 cm bərabər olmuş olacaq. Və unutmayın ki, medianın belə bir qaydası var ki, düzbucaqlı üçbucaqda. Düzbucaq təpəsindən hipotenuza çəkilən median elə, deməli, hipotenuzun yarısına bərabərdir. Bax, median bərabərdir C bölünsün 2-yə. Onda bu median, yəni 10 cm-in yarısı neçə santimetr olacaq? Deyirsiniz ki, 5 cm bərabər olmuş olacaq. 8-ci sualda testimizin düzgün cavabı olur B bəndi, B variantı. B bəndi, B variantı.
Daha sonra getdik 9-cuya. Görək 9-cu sual bizə nə deyir? 9-cu sualda bizə deyir ki, ABC üçbucağında AH bərabərdir 5 və AH ilə BC bir-birinə perpendikulyar olarsa, bucaq B 30 dərəcə, bucaq C 45 dərəcə olarsa BC-ni tapın. Baxın, bu 90 dərəcədirsə, bunun qonşusu da 90 dərəcədir. Yadda saxlayın ki, yəni qonşu bucaqlar cəmi hissəsində olmalıdır. Biri 90-sa, deməli digəri də %100 90 dərəcəyə bərabər olmuş olur. Bu bir. Həmçinin bilməlisiniz ki, düzbucaqlı üçbucaqda 30 dərəcəlik bucaq qarşısına dayanan katet hipotenuzun yarısına bərabərdir. Əgər 30-un qabağında dayanan katet 5-dirsə, deməli hipotenuz bunun 2 mislinə, yəni 10-a bərabər olmuş olacaq. Bax, 5-i vurduq 2-yə, oldu 10. İndi bu 30 dərəcədirsə, bu necə düz bucaqlı üçbucaqda o biri bucaq 60 dərəcədir uşaqlar. 60 dərəcəlik bucaq qarşısındakı katet digər katetin kökdə 3 mislinə bərabər olmuş olur. Bu da edir 5 kök altda 3. Buranı tapdıq. Keçirsiniz bu tərəfə. Bu 45 dərəcədirsə, deməli bu bucaq da 45 dərəcədir. Onda bu düzbucaqlı üçbucaq bərabər yanlı düzbucaqlı üçbucaqdır və bərabər yanlı düzbucaqlı üçbucaqda katetlər bir-birinə bərabər olur. Bura 5-dirsə, avtomatik burada 5 olmuş olacaq. Bizdən BC-ni tapmağımız istəyir. Bax, BC bütöv şəkildə budur. Yəni 5 üstə gəl 5 kök altda 3. İkisinin cəminə bərabər olmuş olur. Buna görə 9-cu sualda testimizin düzgün cavabı olur C bəndi, C variantı. Belə və nəhayət baxırıq 10-cu suala. 10-cu sualda bizə deyir ki, bərabər yanlı üçbucağın bir bucağı 120 dərəcə, deməli bu kör bucaqlı üçbucaqdır. Bir bucağı 120 dərəcədir. Aha. Və bu bucaq qarşısındakı tərəf, bax bu tərəf 8 kök altda 3 cm olarsa, üçbucağın perimetrini tapın. Bax uşaqlar, siz burada qaydanı, yəni xassəni bilməlisiniz. Əgər üçbucaqda, xüsusən də bərabər yanlı üçbucaqda təpə bucağı 120 dərəcədirsə, 120 dərəcəlik bucaq qarşısındakı tərəf yan tərəfin kökdə 3 mislinə bərabər olmuş olur. Bax, yan tərəfin kökdə 3-ünə. Deməli, bunlar 8 olmalıdır ki, qaydaya əsasən 8-i kökdə 3-ə vuranda 8 kökdə 3 alınmış olsun. İndi bizdən bu üçbucağın perimetrini tapmağımızı istəyirsə, P bərabərdir 8 üstə gəl 8 üstə gəl 8 kök altda 3. Bu da bərabərdir 16 üstə gəl 8 kök altda 3 və 8-in mötərizə xaricinə çıxardırsınız uşaqlar. Olur nə? 2 üstə gəlinsin kök altında 3. Yəni testimizin doğru variantı C bəndi, C variantı alınmış olur. Bu da belə. Deməli, bütün sualların izahına baxdıq və hər birində də demək olar ki, hansı qayda, yəni hansı xassə bizə lazımdırsa onları qeyd etdik. Əgər bunlardan hər hansısa birini bilmirsinizsə, mütləq şəkildə deməli, bax, üçbucaq qaydalarını təkrar etmək lazımdır. Bir daha xatırladıram ki, əgər sizlər də bizim həm ödənişli, həm də ödənişsiz dərslərimizdən faydalanmaq istəyirsinizsə, bax, ekranda gördüyünüz 077 598 38 00 menecər nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Videonu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.